Ağcabədi rayon qəbirstanlığında çalışan işçilərin əməyinin düzgün təşkil olunmaması, onların təhlükəsizlik tələblərinə tam zidd şəkildə işlədilməsi ciddi narahatlıq doğurur. Əmək Məcəlləsinin tələblərinə əsasən hər bir işçinin təhlükəsiz şəraitdə işləmək hüququ var və işə götürən bu mühitin təmin edilməsinə borcludur. Təəssüf ki, bu məsuliyyət Qaməddin adlı şəxs tərəfindən kobud şəkildə pozulur. Qaməddinin rəhbərliyi altında işləyən qəbirstanlıq işçilərinin nə xüsusi geyim forması, nə tibbi maskası, nə də digər fərdi mühafizə vasitələri var. Bu kimi şəraitdə və ağır işdə işləmək təkcə qanun pozuntusu deyil, həm də işçinin sağlamlığı üçün ciddi təhlükə yaradır. Qəbirstanlıq kimi həssas və mikrobioloji risklərin yüksək olduğu bir məkanda işçilərin qorunmadan işlədilməsi qəbul edilməzdir. Bu məsuliyyətsizlik həm dövlət qurumlarının tələblərinə, həm də insanın ən fundamental hüquqlarından biri olan sağlam və təhlükəsizlik əmək şəraiti hüququna ziddir. İşçilərin sosial təminatı, təhlükəsizlik qaydaları və sanitar gigiyenik normaları Qaməddin adlı şəxsin şəxsi maraqları naminə heçə sayılır. Qaməddinin bu davranışı həm humanitar prinsiplərə ziddir, həm də fürsətçi yanaşmanın göstəricisidir. İşçi əməyinin qorunması, xüsusilə belə ağır şəraitdə dövlət tərəfindən xüsusi diqqətlə tənzimlənir. Lakin o bu tələblərə əməl etmədən işçiləri qanunsuz şəkildə minimal təhlükəsizlik tələbləri olmadan işlətməklə həm insan sağlamlığına, həm də qanunları tapdalayır. Məsələ ilə bağlı üzümüzü tuturuq bütün aidiyyəti qurumlara və güc strukturlarına. Ağcabədi rayonunda bu cür hallar ciddi şəkildə araşdırılmalı, nəzarət orqanları məsələni diqqətdə saxlamalıdırlar. Məsələ ilə bağlı araşdırmamız davam edir. Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.